110-cu suala baxırıq. Bakıda saat 12:00-dur. Həmin gün gündüzün uzunluğu 10 saat 46 dəqiqə olarsa, Günəş Bakıda neçədə çıxar və neçədə batar? Gündüzün uzunluğunu 2-yə bölürük. Yəni 10 saat 46 dəqiqəni 10 saat 46 dəqiqəni 2-yə bölsək 5 saat 23 dəqiqə. Yəni günorta vaxtı 12:00 olduğu üçün deməli 12:00-dan 5 saat 23 dəqiqəni çıxsaq, o zaman Günəşin çıxma vaxtını təyin edə bilərik. 12:00-dan 5:23 çıxsaq 6:37 edəcək. Günəşin çıxma vaxtını müəyyən edirik. Eyni zamanda 12:00-nun üzərinə 5:23-ü əlavə edirik. Bu zaman edir 17:23 isə burada Günəşin batma vaxtını müəyyən edirik. Cavabımız B variantı.